Verilmiş funksiyanın təyin oblastı A-B aralığı olarsa, A və B hasilini bizdən soruşur. İlk baxışda funksiya çox çətin, mürəkkəb görünsə də, biz burada əsas iki xassəni bilsək, bu misalı asanlıqla həll edə bilərik. Biz bilməliyik ki, arcsinus funksiyasının təyin oblastı -1 parçasında. O zaman belə yaza bilərik. -1 kiçik bərabərdir x çıxılsın 3 bölünsün 2 kiçik bərabərdir 1-dən. Və hər tərəfi 2-yə vursam, -2 kiçik bərabərdir x minus 3 kiçikdir bərabərdir 2-dən. Hər tərəfə 3 əlavə etsəm, alıram 1 kiçikdir bərabərdir x, o da kiçikdir bərabərdir 5-dən. Deməli, birinci hissə, yəni arcsinus olan hissə 1 və 5 arasında qiymətlər ala bilər x. Digər tərəfdən arctangensin xassəsinə görə bilirik ki, bunun təyin oblastı mənfi sonsuz, müsbət sonsuzluqdur. Və ona görə də kökaltı ifadə nə yazmalıyıq? 0-dan böyük bərabər yazmalıyıq. O zaman bunu da x minus 3 böyük bərabərdir 0, yəni yalnız burada kökaltı xassəsinə baxırıq. X böyük bərabərdir 3-dən. Deməli, o zaman bu hər iki həlli biz birləşdirsək, interval xəttinə görürük ki, 1 və 5 bunların birinci arcsinusun həllidir. İkincidə isə 3-dən müsbət sonsuzluqadır. Və bunların kəsişməsində görürük ki, bizə lazım olan doğru cavab 3 və 5 arasında, yəni parçalarına daxildir. Və o zaman da A və B hasili 3 vurulsun 5 bərabərdir 15 olmuş olur. Doğru cavab 15-ə bərabərdir.